Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve rasul. Amma ba'd. İlk növbədə hər birinizi qardaşlar Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra ilk öncə özümə, sonra da sizlərə Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Subhanahu wa Taala'nın həm bizə, həm də bizdən öncəki nəsillərə etdiyi bir tövsiyəsidir ki, Uca Rəbbimiz buyurur: وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللّٰهِ. Biz sizə və sizdən əvvəlki nəsillərə, əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Təqva, dəyərli qardaşlar, hər bir xeyrin əsasıdır. Və Allaha həmd olsun, gözəl bir məclisdə cəm olmuşuq. Bizi bu gözəl məclisdə cəm edən Rəbbimizə şükürlər olsun. Elhamdülillah, qardaşımızın övladı mübarək bir işin tamamlayaraq qayıdı, vətənə olan xidmətin. Və Allah Subhanahu wa Taala'dan istəyirəm ki, Uca Allah ordumuzu qorusun və bütün xidmətdə olan əskər zabitlərimizi qorusun və onlar da xeyirli ailələrinə geri dönsünlər. Allahumma amin. Və bilmək lazımdır ki, vətənə xidmət, dəyərli qardaşlar, sadəcə təkrar olaraq deyim, Allah Subhanahu Taala buyurur ki: "Və-zəkkir fə-innə zikrə tənfəul mu'minin." Sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Vətənə xidmət Allahın əmr etdiyi ibadətdir. Yəni, sənin gedib əskəri çəkməyin, vətənə xidmət etməyin, bu Allahın sənə əmridir, bu ibadətdir, vətəni qorumaq. Çünki Allahın haqların qorumaq deməkdir. Sən xidmət etməyinlə torpaqlarımızı, vətənimizi düşməndən qoruyursan. Bu nə deməkdir, qardaşlar? Yəni, məscidlərimizi qoruyursan, müsəlmanları qoruyursan. Kimdən? Düşməndən. Və bu da cihad sayılır. Bu da cihad sayılır. Əskərin orada vətənin keşiyində durması, elə cihad budur. Bizdən tələb olunan elə budur. Allah həmd olsun. Və bu da mübarək bir vəzifədir. Elhamdülillah, sən vətənə xidmət edirsən və buna əksinə həris olmaq lazımdır. Əksinə həris olmaq lazımdır. Allah qorusun övladlarımızı, əskərlərimizə, zabitlərimizi və döyüşlərdəki kimlər ki, şəhidlərimiz oldu, Allah Subhanahu wa Taala onlardan şəhadətini qəbul etsin. Ailələrinə, yaxınlarına, hamımıza Allah səbir versin. Qazilərimizə də Allah şifa versin. Və özümə borc bildim bunu xatırlatmağı. Barakallahu fikum. Və bundan sonra nəsihət olaraq, inşallah biz əvvəlki nəsihətimizdə xəstəlik niməti, onun faydaları və hökmlərindən çıxış eləmişdik. Belə istədim ki, bunun davamını gətirək. Qısadır, Allahdan istəyirəm ki, Allah Subhanahu taala faydalı etsin. Çünki hal-hazırda baxırsan ki, əksəriyyət xəstədir və inşallah bu xatırlatmalar bizə kömək olacaq ki, biz bu xəstəliyi, yəni bundan belə deyək, faydalanaq. Bizim üçün faydalı olsun bu xəstəlik, müsibət bəla olmasın. Bismillah, şeyx buyurur ki, xəstəlik, insanın başına gələn müsibətlər, xəstəlik, insana Allahın əvvəl ona verdiyi nimətləri və onda olan nimətləri xatırladır. Və insan xatırlayır ki, Allah ona nə boyda, nə qədər nimətlər vermişdir. Sənə xəstəlik gələndən sonra çatır sənə. Və bu da xəstəliyin faydalarındandır. Yəni, sənə xatırladır, sən sağlam olanda sən nələrə sahib idin. Allah Subhanahu wa Taala sənə nələr vermişdi. Və həmsinin bununla sənin Allaha olan zikrin, şükrün daha da artır.
Sən xatırlayırsan ki, ya Rabbi, gör Allah Subhanahu wa Taala mənə nə qədər sağlamlıq vermişdi. Rahat su içə bilirdim, rahat yeriyə bilirdim, gəzə bilirdim, görə bilirdim. Hələ bu xəstəlik tərəfdən fikirləşəndədir. Artıq sənin Rəbbinə olan zikrin artmış olur. Və bu da böyük faydalardandır. Və həmçinin xəstəliyin faydalarından sən xəstə olduğun zaman xəstə qardaşlarını xatırlayırsan. Onların halını. Hansı ki, sən sağlam olduğun vaxtı onların halından qafil idin. Qafil idin. Xəstə idilər, onları ziyarət etmirdin. Amma indi o müsibət sənə düçar olub, sənə gəlib, artıq onu özün yaşayırsan, artıq xəstə qardaşlarını düşünmüş olursan. Və bu xatırlatma səndə qardaşlarının haqqını ödəməyə, onları ziyarət etməyə, qardaşlarının ehtiyacını qarşılamağa və onların çəkdiyi bu əziyyəti, bu müsibəti onlara kömək edərək onlar üçün yüngülləşdirməyə və həmçinin onların şəfa tapmasından ötürü səy etməyə, çalışmağa sövq edir səni. Onlara dua etməyə sövq edir. Xəstəlik. Xatırlayırsan ki, qardaşım da xəstədir. O ağrını artıq sən özün çəkirsən. Baxırsan ki, qardaşım da xəstə idi, qoy ona kömək edəyək. Xəstə sağalsın deyənə yol axtarırsan ki, əziz qardaş, sən də filan müalicəni etsən, inşallah sağalacaqsan. Gedirsən, ziyarət edirsən, ehtiyacını qarşılayırsan. Və bu da xəstəliyin faydalarındandır. Və həmçinin şeyx söyləyir ki, Taharatul qalb minəl əmrad. Qəlbi xəstəliklərdən təmizləyir. Xəstəlik. Qəlbi xəstəliklərdən. Onlar da nədir? İnsan xəstələnəndə, başına müsibət gələndə, dəyərli qardaşlarım, artıq insan təkəbbürlənə bilmir. Ondan təkəbbürlük gedir. Ucub gedir. Həsəd edə bilmir. Çünki artıq o müsibət ona da baş verib. Özün zəlil hiss edir. Və həmçinin digər qəlbi xəstəliklərdən təmizlənmiş olur. Bilmək lazımdır ki, xəstəlik neymətdir. Heç də xəstəlik gələndə söymək, deyinmək, təhqir eləmək, elə misal eşidirik də, deyir ki, ancaq elə məni tapır, məni tutur, ancaq mən xəstələnirəm, yanımda heç nə olmur, mənə olur. Bu boyda evdə heç kimə, kətdə heç kimə olmadı, mənə oldu. Eşitmişik, belə var. Olmaz yəni. Belə ifadələri, belə sözləri işlətmək olmaz. Əksinə, sevinməlisən. Niyə sevinməlisən? Çünki neymətdir xəstəlik. Xəstəlik günahlara kəffarədir. Muhammed sallallahu aleyhi və səlləm sahabələri yığar, onlara nəsiyyət edərdi. Onlara nəsiyyət edərdi əvvəlki peyğəmbərlərin və salih kəslərin başına hansı müsibətlər gəlib və onlar necə səbr ediblər. Allah Rasulü onlara nəsiyyət edərdi. Çünki biz bilirik siradan oxuduğumuzdan ki, sahabələrin başlarına hansı müsibətlər gəlib. Nə qədər əzab çəkiblər Allahın dinində, İslamdan ötürü. Allahın tohidi, la ilahə illallah, Allahdan başqa ibadətə haqqı satan heç bir məbud yoxdur. Muhammed sallallahu aleyhi və səlləm onun quludur, elçisidir. Bu kəlmə üzərindən nə qədər əzab çəkiblər. Hələ sahabələrin özləri və onların valideynlərinə, atalarına, analarına necə əzab verdilər. La ilahə illallah kəlməsindən ötürü. Onlar da sarsılırdılar. Allahdan nə zaman gələcək kömək, nasır, onu istəyirdilər, hətta sahabələr. Allah Rasulü onları yığırdı, zikr edirdi, əvvəlki peyğəmbərlərin halını onlara xatırladı. Görün, yer üzünə ayaq basmışların ən xeyirlisi Muhammed sallallahu aleyhi və səlləm sahabələri yığıb nə nəsiyyət edir? Söyləyir ki, Allah Rasulü وَاِنْ كَانَ أَهَدُهُمْ لَيَفْرَهُ بِالْبَلَاءِ كَمَا يَفْرَهُ أَحَدُهُمْ بِالرَّخَاءِ.
Sahabələrə deyir ki, sizlər rahatlıq anında, bolluq anında sevindiyiniz kimi sizdən əvvəlki peyğəmbərlərə, salih kəslərə bəla gələndə elə sevinirdilər. Çünki onlar bilirdilər ki, bu Allahdan imtihandır. Allah bununla onların günahlarını bağışlayır. Əff edir. Bir nimətdir Rəbbindən. Ona görə sevinirdilər. Kimə deyir Allah Rasulü? Sahabələrə. Sizlər rahatlıq halında, anında, bolluq anında sevindiyiniz qədər onlar bəla gələndə sevinərdilər. Və Sufyan Əs-Savri rahimehullah deyir ki, "Leysə bi fəqihin mən ləm ya'uddul bəla ni'metun var-raha musibetun." Bəlanı, başa gələn bəlanı, müsibəti nemət saymayan və rahatçılığı da müsibət saymayan fəqih deyil. Yəni bəla gəlibsə, bu nemətdir. Sən nemət olmanı düşünməlisən ki, Allahdan nemətdir. Və sənə rahatlıq gəlibsə, bolluq gəlibsə, bilgilən ki, bu müsibətdir. Heç də bilmə ki, bu rahatlıqdır, nimətdir. Əksinə müsibət. Şeyx buyurur ki, "Əl-bəla yeştəddu aləl-mu'mininə bihəsbi imanihim." Bəla möminlərin imanlarının qədər şiddətlənir. Yəni sənin Allah qatında imanın hansı dərəcədədirsə, sənə bəla da o qədər gəlir. Nə qədər imanın çoxdursa, bəlanın şiddəti o qədər artacaqdır. Dəlil nədir? Ayşə radiyallahu anhə buyurur ki, "Mə rəaytu əhədən əşəddə aleyhil vəcəu min Rasulillah sallallahu aleyhi və səlləm." Mən ağrısı, xəstəliyi Allah Rəsulundan sallallahu aleyhi və səlləmdən daha şiddətli olan birini görmədim. Və həmsinin müjdədir. Xəstəlik xəstə üçün müjdədir. Allaha etdiyi ibadətlər, itaətlər, xəstə nə ki eləyirdi xəstəlikdən əvvəl, hamısı xəstələndiyi zaman Allah ona yazır. Sağlam olduğu vaxt ki edirdi, xəstələndə hansı ki edə bilmir. Allah Subhanahu wa Taala həmin savablarının hamısını ona yazır. Dəlil nədir? Dəlil Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, əgər bu xəstələnərsə və yaxud səfərə çıxarsa, onun üçün sağlam olduğu vaxtı və səfərə çıxmamışdan əvvəl nə ki savab əməllər görürdüsə, xəstə olanda hansı ki eləyə bilmir, Allah eyni ilə həmin savabları yazır ona. Fikir verin qardaşlar, dinimizin gözəlliyinə. Adam xəstə idi, sağlam idi, ibadətlər edirdi, oruç tuturdu, daha çox namaz qılırdı, tərk eləmirdi nafilələri. Xəstəlik üz verdi, artıq görürsən ki, xəstəliyi səbəbindən qıla bilmir həmin namazları. Həmin itaətləri eləyə bilmir. Allah Subhanahu wa Taala eyni ilə edən kimi verir ona savabı. Və həmsinin biz səfərdən bilirik. Adam görürsən səfərə çıxmamışdan ratibələri qılırıq biz, elə deyilmi? Namazın yəni sünnətləri. Biz artıq səfərə çıxanda dinimiz bizə öyrədib ki, səfərdə namazın sünnətləri tərk edilir. Ancaq dəyərli qardaşlar, bax dinimizin gözəlliyindəndir, savab tərk etdiyin halda yazılır. Eyni ilə sən sünnələri qılırsanmış kimi sənə savab yazılır. Baxmayaraq ki, qılmırsan. Dəlil nədir? Ayşə anamızın, möminlərin anası Ayşə radiyallahu anhənin rəvayət etdiyi bu hədis. Fikir verin. Və hətta sənin savabın, səfərdə olan sünnələri tərk edənin savabı daha çoxdur. Niyə? Çünki Peyğəmbərə tabiçilik var. Sən həm tabi olursan Allah Rəsuluna, sünniyə tabi olduğuna görə savab qazanırsan və həmçinin də tərk eləmişsən. Tərk eləmişsən, Allah Subhanahu tərk etdiyinə görə də sünnənin savabını sənə yazır. Allah həmd olsun. Və həmçinin dəlil olaraq Ənəs radiyallahu anhu, məşhur səhabə, Ənəs radiyallahu anhu rəvayət edir Allah Rəsulundan ki, Peyğəmbərimiz buyurur, əgər Allahın quluna bir bəla
xəstəlik, ibtila olarsa müsəlman quluna, Allah Subhanahu mələyə deyər ki, onun sağlam olduğu vaxtı etdiyi salih əməlləri ona yazgına. Kənə ya'məlu. Əvvəl hansı ki eləyirdi o əməlləri. Baxın qardaşlar, salih əməllərdə də davamlı olmaq lazımdır. Sən sağlam vaxtı salih əməllərində davamlı olursan, xəstəlik gələndə Allah Subhanahu wa ta'ala baxmayaraq xəstəlik ucbatından sən o əməli edə bilmirsən, amma Allah sənə etmiş kimi yazır. Bu dinimizin gözəlliklərindəndir. Hədisin davamında gəlir ki, فَاِنْ شَفَاهُ غَسَلَهُ وَتَحَرَهُ. Əgər Allah ona şəfa verərsə, onu bağışlayar, onu yuyar, təmizləyər, yəni günahlarından. Əgər şəfa taparsa, bu onun üçün təmizliyi olar. وَاِنْ قَبَضَهُ. Yox, əgər bəla səbəbindən, müsibə, xəstəlik səbəbindən vəfat edərsə, həmin qul غَفَرَ لَهُ وَرَحِمَهُ. Allah onu bağışlayar və ona rəhm edər. Və həmçinin xəstəliyə səbr etmək vacibdir. Bunun üzərində də ittifaq edib alimlər. Yəni, əksi günahdır, vacibdir. Və o da nədir? Nisful iman. Səbr etmək də imanın yarısıdır. Fəinnəl iman nisfən. İbn Qeyyim buyurur ki, iman iki hissədən ibarətdir. Nisfu sabrin və nisfu şükür. Yarısı səbirdir imanın, yarısı nədir? Şükürdür. Summa qalə, sonra İbn Qeyyim rahimehullah buyurur ki, səbir üç şeyi gərəkdirir ki, birincisi nədir? Qəzəblənməyəcəksən. Qəzəbini boğacaqsan. Yəni, qəzəblənib Allahın sevmədiyi, razı qalmadığı kəlmələri xəstələndiyin zaman dilindən çıxartmayacaqsan. Təhqir eləməyəcəksən, söyməyəcəksən. İkincisi nədir? Həbsul lisan anişşək və lil-xalq. Allahın yaratdıqlarına şikayət etməyəcəksən. Üçüncüsü nədir? Həbsul cəvarih an fi'li mə yunafis sabr. Səbrin, yəni gərəkdirmədiyi şeylərdən, yəni əzalarını həbs edəcəksən, qoruyacaqsan, hətta əzalarınla belə. Ki, səbirli olacaqsan. Yəni ki, səbir bu üç şeyi gərəkdirir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, heç kəsə səbirdən daha xeyirli və daha geniş bir nemət verilməmişdir. Muhammed sallallahu aleyhi və səlləmin böyük sahabələrindən Ömər ibn Xattab radiyallahu anhu, hansı ki, sağlığında cənnətlə müjdələnmiş sahabə, söyləyir ki, həyatımızın ən xeyirlisini, yaşayışımızın ən xeyirlisini səbir etməkdə tapdıq. Və həmçinin Həsən Basri rahimehullah söylər ki, əs-sabru kunzun min kunuzul xayr. Səbir xeyir xəzinələrindən bir xəzinədir. Allah səbri yalnız öz qatında hörmətli olan qullarına verər. Fikir verin nə deyir? Yalnız Allah öz qatında xeyirli olan kəslərə verər səbri. Odur ki, yəni xəstəlikdən, müsibətdən fayda götürmək istəyiriksə, başlıca şərt budur ki, səbirli olmalıyıq. Asirlik etməməliyik ki, Allah Subhanahu wa ta'alanın bizə düçar etdiyi bu bəla, bu sıxıntı bizim üçün nemət olsun, bəla olmasın. Nə zaman ki, şükür edəcəyik, səbirli olacaq, Allah Subhanahu wa ta'ala bunu bizim günahlarımıza kəffarə edəcək. Necə ki, yenə təkrar olaraq deyim, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrine nə dedi? Sizlərə rahatlıq anında, bolluq anında gələn sevinç sizdən əvvəlki peyğəmbərlərə, salih kəslərə bəla gələndə gəlirdi. Allahdan istəyirəm ki, Allah Subhanahu wa ta'ala müsəlmanlardan kimlər ki xəstədir, müsibət düçar olub, Allah onlara geniş səbir versin. Allah Subhanahu wa ta'ala bizə də səbirli olmağı müvəffəq etsin. Allah razı olsun qardaşlar, təşəkkür edirəm. Allah Subhanahu wa ta'ala məclisimizi xeyirli, bərəkətli etsin, faydalanan qullarından etsin. Aqulu ma təsma'un və estağfirullah li və lakum və li sa'iril muslimin min kulli zəm və estağfiruhu innehu huvel gafurur.